Neftçilərdə Nizami rayon icra hakimiyyətinin arxasında bir otaqdan 2 otağa düzəlmək yeni tikili binada olan mənzilimizi göstərirəm sizə. Məlhəm Hospitalın yanında yerləşir. 14 mərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 52 kvadrat metr bir otaqdan 2 otağa düzəlmə mənzilimizdir. Mənzilin girən kimi sağ tərəfdə sanuzel və sanitar qovşağı yerləşir. Üzbəyüzdə sol tərəfdə isə mənzilimizin mətbəxi yerləşir. Mətbəx mebeli yığılıb, istilik sistemi kombi istilik sistemidir. Və girən kimi üzbəyüzdə keçid eləyirik salon, qonaq otağına. İşıqlı da otaqları, genişdir. Və salon hissəsinə mənzilimizin eyvanı düşür. Kombi istilik sistemi isə kombi eyvanda yığılıb. Eyvan bağlanıb, içəri qatılıb. Və keçək sizə yataq otağını da göstərim. Bura isə mənzilimizin yataq otağı. Yataq otağındakı mebel qalacaq. Bir daha qeyd edeyim. Sənədimiz çıxarış kupçadır. İpoteka şərtlərinə də uyğundur və nəqd satışda mümkündür. Real müştəri olarsa çox gözəl danışıq yeri olacaq. Əlaqə nömrələri 055 420 57 98 nömrələrindən əlaqə saxlamağı unutmayın.